Ne güzeldir. Su qovşandır. Əfsanəyə görə Kür və Araz adlı iki sevgili olub. Onlar dağları, dərələri aşaraq gəlib bax burada. Bizim Muğan torpağı. İki filmlə adını kino tarixində yazdıran, Moskvada vəfat etsə də müsəlman adətləri ilə dəfn olunan məşhur bəstəkarımızın qızı haqqında maraqlı bir hekayə var. Söhbət Böyük Dayaq filminin Maya obrazı ilə yadda qalan Tamilla Rüstəmovadan gedir. Tamilla Səyid qızı Rüstəmova 1936-cı ildə Bakıda anadan olub. O, 1959-cu ildə Moskvada yerləşən Gneysenlər adına musiqi institutunu fortepiano ixtisası üzrə bitirib. Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarlarından biri olan Səyid Rüstəmovun böyük qızı idi. Onların ailəsində 2 bacı və 2 qardaş böyüyüb. Tamilla Rüstəmova hələ həmin akademiyada oxuduğu illərdə orada vokal ixtisası üzrə təhsil alan latış tələbə Olgirid ilə tanış olur. Zaman keçdikcə bu tanışlıq daha da yaxınlaşır və onlar münasibətlərini rəsmiləşdirmək qərarına gəlirlər. 1959-cu ildə akademiyanı bitirdikdən sonra gənclər ailə qururlar. Gənc ailə yaşamaq üçün Latviyanın paytaxtı olan Riga şəhərinə köçür. Bu evlilikdən onların Velta adlı bir qız övladı dünyaya gəlir. Deyir ki, yağlamasanız maşın gəlməyəcək. Necə yəni yağlamasanız? Deyir ki, müdürün boğazını fermanın kərə yağı ilə. Sən müdürə deyinin ki, Rüstəm əmi fermanın yağını dağ elib, qurquşun kimi tökər onun boğazına, qiyamətə qədər səsi çıxar. Elə buna görə də maşın gəlməz də. Riga şəhərində Tamilla xanım uzun müddət musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir. Onun həyat yoldaşı Olgerid isə opera ifaçısı olmaqla yanaşı, aktyor kimi də bir neçə filmdə çəkilib. Tamilla Rüstəmova isə Böyük Dayaq və Ulduz filmlərində çəkildiyi vaxtlarda yay mövsümündə Bakıya istirahətə gəlmişdi. Məhz atasının məsləhəti ilə bu filmlərdə rol almağa razılıq verir. Gidin, Bakıya. Ulan, görəsən, hansı bəxtəbəri haraylayır? Elə hoşuma gəlir. Bayatı deyib, evimizin dövrəsinə fırlanalar. Onun ən böyük uğuru da məhz bu filmlərdə canlandırdığı Ulduz və Maya obrazları olur. Bu rollar Tamilla Rüstəmovanın adını Azərbaycan kino tarixində yadda qalan simalar sırasına yazdırır. Lakin Tamilla Rüstəmovanın Olgirdlə evliliyi uzun sürmür. Təxminən 10 il sonra Azərbaycanlı aktrisa latış həyat yoldaşından boşanaraq Bakıya qayıdır və yenidən valideynlərinin yanına köçür. Bakıda o, Bülbül adına musiqi məktəbində fortepiano müəllimi kimi fəaliyyət göstərməyə başlayır. Babil və Misir ölkəsindən də yaxşıdır. İldə 2-3 dəfə məhsul verir. 2-3 dəfə? Bəli. Çalışan götürər. Axı, ilin 10 ayını günəş buğanda çıxıb, buğanda da batır. Hə, qardaş, buraya gəl. Gəldin dədə. Gəlmə ayağını apar qızıl bayrağa. Cəld ol. 1971-ci ildə Tamilla xanımın anası, 1983-cü ildə isə atası Səyid Rüstəmov dünyasını dəyişir. Bakıda yaşadığı illərdə Tamilla Rüstəmova bir daha kino ilə əlaqəsini tam kəsmir və Axırıncı Aşırım filmində epizodik bir rola da çəkilir. Maraqlıdır ki, Tamilla Rüstəmova çox qapalı və sakit bir insan olub. O, həmişə mətbuatdan uzaq durmağa çalışıb. Radio, televiziya və qəzetlərə müsahibə verməkdən demək olar ki, həmişə imtina edib. Elə buna görə də onun həyatı haqqında məlumat tapmaq da həmişə çətin olub. Tamilla Rüstəmova Bakıda yaşadığı müddətdə qızı Velta böyüyərək məktəbi bitirir. Daha sonra ali məktəbdə təhsil alaraq rus dili və ədəbiyyatı, mədəniyyət və psixologiya ixtisasları üzrə təhsil alır. Paytaxtda müəllim kimi çalışan Velta daha sonra Igor adlı bir şəxslə ailə həyatı qurur. Deyilən məlumatlara görə Tamilla xanım ikinci dəfə də ailə həyatı qurub. Lakin o, bu evliliyini dostlardan və tanışlardan gizli saxlayıb və bu barədə çox az insan məlumatlı olub. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Tamilla Rüstəmova
2020-ci il 23 iyul tarixində 84 yaşında Moskvada vəfat edir. O, Moskvada dəfn olunsa da, nəşin müsəlman adətlərinə uyğun şəkildə əvvəlcə Moskvadakı məscidə aparılıb, daha sonra dini qaydalara uyğun olaraq torpağa tapşırılıb. Beləliklə, cəmi 2 filmlə tamaşaçıların yaddaşında qalan Tamilla Rüstəmova Azərbaycan kino tarixində özünə məxsus iz buraxan simalar sırasında xatırlanır. Getirsin. Görmemiştik gelin, kaynata kaynana yanında kişi emridir. Ayda da, o köhnə zamanı idi. Gəlin qul kimi dururdu hamının qabağında, o mədəniyyətsizlik idi. Kes sesini! Bircə sən qalmışdın mənə mədəniyyət dərsi verəsən. Azərbaycan kino tarixinin pərdə arxası hekayələrini qaçırmamaq üçün kanala abunə olun və zəng işarəsini aktiv etməyi unutmayın.